Salamlayıram hər kəsi, hamının hər vaxtı xeyir və uğurlu olsun. Mən hal-hazırda Qollar şəhərindəyəm. Sahib qardaşımızın evindəyəm. Sahib qardaşımıza dəstək olmaq üçün gəlmişəm. Bəlkə də çoxlarınız tanıyırsınız sahib qardaşı. Çünki xeyir işlərdə hər zaman operator kimi çalışıb, öz halal qazancı ilə dolanıb bugünə kimi heç kimə möhtac olmayıb, heç kimə ağız açmayıb. Mən də elə xeyir işlərdən tanımışam. Həm də onu da qeyd edeyim ki, sahib qardaşımız çox mərd, vətənpərvər bir qardaşdır. Elə bizim də bir neçə olub ki, könüllü işlərimizdə canla başla iştirak edibdir. Çox təəssüf ki, xəstəliyə düçar olub. Qida borusu xərçəngidir də, səhv etmirəmsə. Qida borusu xərçənginə yoluxub. Yəni hal-hazırda qardaşımıza lazımdır əməliyyat. Həkim əməliyyat buyurub. Milli Onkologiya xəstəxanasında elə dediniz. Bizə lazım olan miqdar da mənim əzizlərim çox deyil. 6000 manat bizim pul lazımdır. Mən inanıram ki, hər biriniz köməklik edərsiniz. Çünki məbləğ də böyük deyil. Özünün 2 balası var, gözəl ailəsi var. Allah ömür versin. Mən inanıram hər şey yaxşı olacaq. Biz qapıdan girəndə qardaşımız həqiqətən kövrəldi, amma mən istəmərəm. Çünki biz həmişə necə deyim, heç vaxt o deyir, o dərdini, problemini qabardan insan olmayıbdır. Həmişə gülərüz tanımışam. Şux, qamətli, yarlı, yaraşıqlı bir qardaşımızdır. Bugünkü günü həqiqi görəndə də tanıya bilmədim. Xəstəlikdən sonra sima cəhətdən yəni çox düşüb. İnşallah əməliyyatdan sonra hər şey yerində olar, lap da gözəlləşər. İnşallah keçirdərik, bunlar geridə qalar. Özünüz sahib qardaş, qısaca bir məlumat verin xəstəliyiniz barəsində. Yəni necə oldu? Yəni bildiniz ən azından, yəni narahatçılığınız nə oldu? İlk öncə bütün xalqımı salamlayıram. Görəmə, xahiş edirəm. Birdən-birə gördüm ki, mədəmdə ağrı var. Qısa bir 2 kurs müalicə götürdüm. Gördüm mədədə heç bir problem deyil. Yəni ki, bir köməklik dəymədi. Sonrasını müalicədən sonra mən şlanq deyirlər. İndi Lorudunda deyirəm. Şlanq uduna getdim. Ora məni Milli Onkologiya yazdı. Sizin qida borunuzda güclü daralma var. Bir də səpişik var. Getdim Bakı Milli Onkologiya. Orada da yenə həmən müayinədən keçdim. Bunlar məndən həkimə götürdülər. Məni 2-ci dərəcəli onkoloji xəstə çıxartdılar. Ki, yəni siz bu müalicə ilə, əməliyyatla bu xəstəliyiniz götürülməlidir. 3 dənə ximiya almışam. 3 dənə ximiya almışam. İndi də 4 gün ərzində Allahın bir suyu keçmir boğazımdan. Çox əziyyət çəkirəm. Xalqımdan xahiş edirəm bana maddi kömək eləsinlər. Müalicəyə ayın axırı əməliyyat olunmalıyam. Bu ayın axırı Milli Onkologiyada təcili əməliyyat olunmalıdır qardaşımız. Lazım olan məbləğ isə 6000 manatdır. Mən çox xahiş edirəm. Elə bizi tanıyandan, elə sahib qardaşının xətrini istəyənlərdən, mən bilirəm çox insan tanıyır sahib qardaşımızı. Hər kəsdən kömək istəyirəm, xeyirxah bacı qardaşlarımızdan. 5 manat da, 10 manat da, hər biri puldur, bizim üçün puldur. Lazım olan odur ki, həm mənəvi dəstəyinizi əsirgəməyəsiniz, həm maddi dəstəyinizi. Sizə inanıram, sizə güvənirəm. İnşallah ki, tezliklə sağlamlığınıza qovuşarsınız. İnşallah. Xalqıma güvənirəm, millətimə güvənirəm. Mən də çox belə tədbirlərdə bəli, elə qeyd elədim, bəli, çox belə işlərdə özü könüllü olaraq hər bir şeyə əl atmışam. Özüm adi kasıb bir oğlanam, operatorla dolanan bir oğlanam, amma ürəyim varlıdır. Ürəyim heç vaxt kasıblığı qəbul eləməyib. Amma bugünkü günü məni xəstəlik çox sıxır. Sizdən xahiş edirəm, bana köməklər. Bugünkü günü bəli, sahib qardaşa dəstək lazımdır. İnanırıq sizə, güvənirik.